2025 İkizlər Bürcü, sevgi, karyera ve ümumi meyillər, qarşıdakı ilin icmalı veya ümumi görünüşü burada yer alır. Sevimli ikizlər, sizin üçün həyəcan verici bir il olacaq. İyun ayına qədər bürcünüzdə genişlənən Yupiter var ve iyul ayında Uran bürcünüzə keçir. Bu il ehtiyaclarınızı kəşf etməyiniz və arzularınızın arxasınca getməyiniz üçün böyük fürsətlər gətirir. Şəxsiyyətiniz, imiciniz, özünüzə inamınız və dünya görüşünüz yeni səviyyələrə çatır. Həyat baxışınız genişlənir və yeni perspektivlər açılır. Yeni təcrübələr, macəralar və öyrənmə fürsətləri çox olacaq. Lakin arada bəzi narazılıq və narahatlıq anları da yaşana bilər. Bu il sizi ən cəsur və maraqlı versiyanıza çevirir. Ortaqlıqlar, nəşriyyat və ya səyahət imkanları qarşınıza çıxa bilər. Maliyyə baxımından da 2025-də ümidverici inkişaflar gözlənilir. İrəlilədiyinizi, azadlıq və müstəqillik arzusu hiss etdiyinizi və bu yolda bəzi köhnə şeylərlə vidalaşmalı olduğunuzu görə bilərsiniz. Özünüzə qarşı daha dürüst və azad olduqca, başqaları sizi daha asan qəbul edəcək. Daxili dəyişiklikləriniz, münasibətlərinizi və özünüzü təqdim etmə tərzinizi təsirləndirir. Karyera hədəflərinizdə və sosial statusunuzda mühüm dəyişikliklər yaşana bilər. İkizlər Bürcü nümayəndələrinin bir çoxu bu il gələcək illər üçün faydalı olacaq işlər quracaq və ya yeni biznesə başlayacaq. Bunun üçün əzm və zəhmət vacibdir, amma uzunmüddətli dəyərlər üzərində işlədikcə daha çox motivasiya tapacaqsınız. 2025-də özünüzü daha güclü, inandırıcı və prinsiplərinizə daha bağlı hiss edəcəksiniz. Uran, həyatınızın sizi məhdud hiss etdirən sahələrini daha aydın şəkildə görməyinizə kömək edəcək. Hadisələr sizi köhnə düşüncə tərzindən və məhdudlaşdırıcı situasiyalardan azad edə bilər. Yeni bir insan, yeni təsirlər və ya gözlənilməz dəyişikliklər həyatınıza daxil ola bilər. Yeni normala doğru irəliləyirsiniz. İkizlər Bürcü üçün 2025-də əsas hadisələri, xarici planet keçidləri, Aprel, Saturn və Uran arasında uyğun, sekstil bucaq yaranır. Bu, yaradıcı ideyaların formalaşdığı və ya uğurla inkişaf etdirildiyi bir dövrdür. Sabitlik və inkişaf, yenilik və ənənə bir araya gələ bilər. Karyeranız və maliyyə məqsədlərinizlə bağlı uğurlar əldə etmək üçün daxili hikmətinizdən və təcrübənizdən istifadə edə biləcəksiniz. May, Yupiter və Xiron uyğun bucaq, sekstil təşkil edir və şəfa enerjisi yayılır. Təhsil, bilik, mənəviyyat və fərdi inkişaf üçün əlverişli zamandır. Keçmiş təcrübələrdən və səhvlərdən dərs çıxarmaq üçün ideal vaxtdır. İyun, Yupiter və Saturn arasında gərgin bucaq, kvadrat yaranır. Bu dövr reallıq, qanunlar və qaydalara uyğunlaşmaq üçün planlarımızı yenidən qurmaq məcburiyyətində olduğumuzu göstərir. Tamamilə yeni bir plan qurmaq əvəzinə, köhnə planlara yeni nəfəs vermək daha yaxşı olar. İkizlər üçün bu ay maddi imkanları genişləndirmək istəyi ilə sosial həyat arasında ziddiyyət yarana bilər. Məsələn, dostlarla daha çox vaxt keçirmək istəyiniz maliyyə xərclərinizi artıra bilər və ya maddi sabitliyə can atmaq, sosial öhdəliklərinizlə toqquşa bilər. Avqust, Saturn və Neptun Uran ilə uyğun bucaqlar təşkil edir. Sıra dışı ideyalara daha ciddi yanaşır və onları reallaşdırmaq üçün yollar tapırsınız. Həyata, inanclara və özünü ifadə etməyə daha açıq olursunuz. İlhamınızı izləmək və yeni imkanları qucaqlamaq üçün ideal vaxtdır. İkizlər üçün uğurun açarı, yeniliklərə açıq olmaq, müsbət enerjiləri qəbul etmək və rahatlıq zonasından çıxmaqdır. Keçmişi buraxıb gələcəyə yönəlmək vacibdir. Retrograd dövrlər və təsirləri, Mars retrogradı 6 dekabr 2024 ila 23 fevral 2025. Mars Aslan və Xərçəng bürclərində geriyə hərəkət edəcək. Keçmiş əlaqələr və ya vəziyyətlər sizi geri çəkə bilər, irəliləməkdə çətinlik çəkə bilərsiniz. Xüsusilə yanvarın 6-dək ünsiyyət, nəqliyyat, təhsil və şəxsi layihələrdə gecikmələr ola bilər. Fevral ayında isə maliyyə məsələləri və maddi təhlükəsizlik ön plana çıxacaq. Venera retrogradı 1 mart 12 aprel. Şəxsi münasibətləri yenidən qiymətləndirmə dövrü olacaq. Keçmiş sevgililər geri qayıda bilər, bəzi münasibətlər isə başa çata bilər. 1 ila 27 mart arasında dostlarınızla olan münasibətlərinizə xüsusi həssaslıqla yanaşmalısınız. 27 mart 12 aprel tarixlərində isə karyera və ictimai imicinizlə bağlı məsələlərdə yenidən dəyərləndirmələr aparmaq lazım gələcək. Yeni bir münasibətə başlamaq və ya böyük maliyyə qərarları vermək üçün uyğun dövr deyil. Qərar vermək üçün özünüzə və hadisələrin gedişatına vaxt vermək ən yaxşı yanaşmadır. Ümumilikdə 2025 İkizlər üçün güclü, motivasiya edici və azadlıq gətirən bir il olacaq. Dəyişikliklər və yeni imkanlarla dolu olan bu il, öz potensialınızı daha yaxşı tanıyacağınız və irəliləyişlər edəcəyiniz bir dövrdür. Bu ili planlı və ağıllı şəkildə idarə etsəniz, uğurlarınızı daha da artıracaqsınız. Belə videoların davamı üçün kanala abunə olmağı unutmayın ki, digər bürclər haqqında vaxtında məlumat ala biləsiniz.